Allah Subhanahu Quran kərimdə biz bilirik ki, Allahdan qeyrisinə səcdə etmək olmazdır. Bəs Allah Subhanahu niyə orada şeytana, nəyə görə belə əsas kimdə deyir ki, səcdə edir, Adəmə səcdə edir? Yəni ibadət nədir? İbadət yəni Allah Taala'nın əmri deyilmi? Burada əmrin yoxlanmasıdır. İnsanın qulluğunun yoxlanması, insan olsun, başqa məxluq olsun, onun qulluğunun yoxlanmasıdır. Mələklərə deyir ki, səcdə edin. Yəni burada ibadət baxımındandır Allahın əmrinə boyun əymək baxımındandır. Sən qul olaraq filan şey et. Allah Subhanahu deyir ki, bəli. O isə təkəbbürlük edir. İndi isə yoxdur. Peyğəmbər sallallahu buyurur ki, Allahdan qeyrisinə səcdə yoxdur. Başa düşdüm. O vaxtdan sonra mələklərdən bir dənə şey iblis çıxdı ortadan, yəni səcdə eləmədi. Bəs qalan mələklər? Mələklər hamısı elədir. Necə ki, ailə gəlir. Allah Subhanahu ondan qəbul edir. Bəli, yəni iblisdən başqa. İblis də mələklərdən deyildi. Cinlərdən idi. Bəli. Mən bu belə demək olarmı ki, yəni Allah Subhanahu Adəm əleyhissalamı məhz öz əli ilə yaratmışdı deyə, yəni ucalığını bildirmək üçün. Hikmətlər çox ola bilər. Amma əsas yəni burada yəni imtahan nədədir? O əmirə tabiçilik. İxlasla.com saytı tərəfindən təqdim olundu.